Bəli əzizlərim, artıq Cıdır düzünə biz gəlmişik. Bura Cıdır düzü ərazisidir. Burada neçə ildir ki, festivallar, xaribi festivallar keçirilir. İndi buranın mən sizə qısa olaraq nələr olduğunu deyim, ondan sonra rahat çəkişə davam edəcəyik. Bura qarşımızda gördüyünüz baxın bu meşəli Topxana meşəsidir gördüyünüz kimi. Topxana meşəsinin sol tərəfinə gedirik, bu tərəfində Muxtar kənd var, Muxtar kənd. Və yəqin ki, qabağımıza çıxıbdır sosial platformalarda Çətir şəlaləsi var. Çətir şəlaləsi belə qəşəng mamırların arasından su axır. Şuşanın ən məşhur yerlərindən biridir. O isə bu Cıdır düzünün, bu indi qabaqda bir dənə böyük bir uçurum var. O Cıdır düzünün düz yəni altındadır. Buranın altında həmin o Çətir şəlaləsi yerləşir. Orada düşmək üçün buradan 40 pilləkən deyilən yer var. Oradan düşmək lazımdır. Biz maraqlandıq, amma dedilər ki, ora getmək üçün bir bələdçi lazımdır ən azından. Çünki 1 saat yarıma siz ancaq düşəcəksiniz, qalxacaqsınız da belə deyim. Belə bir biraz relyef çətindir. Ona görə də bilən adam da indi açığı hələ ki burada olmadığı üçün, yəni tam olaraq düşmək üçün bələdçi baxımından oranı çəkə bilməyəcəyik çox güman. Amma çalışacağıq ki, buraları çəkiliş eləyək.